Deməli, kəsişmə nöqtəsinin koordinatlarını deyirsəm, bunları bərabərləşdirmək lazımdır. Mənfi 4x plus 10-dan 2x plus 40-ı. Mənfi 4x, x-ləri sol tərəfə yığıram, ədədləri sağ tərəfə. 10 sağa keçdiyinə görə çıxaq 10 oldu. Mənfi 6x bərabərdir 30-a. 30-u mənfi 6-ya bölündə mənfi 5. X-imiz oldu mənfi 5. X mənfi 5-dirsə, aparıb bu tənliklərin hansında istəyirsiniz? İstəyirsən birincisində ya ikincisində yerinə yazırsan, y bərabərdir. X-in yerinə mənfi 5 yazırıq. Çünki x-i mənfi 5 tapmışıq. Mənfi 5 plus 40. 2 dəfə 5, yəni mənfi 10, mənfi 5'ə vurduğumuza görə plus 40. Bunda nəticəsi edir 30. X-i mənfi 5, y-i də 30 tapırıq. Yəni koordinatlar olur mənfi 5, 30.